Bugün elə bir möhtəşəm bir gündür ki, həqiqətən demək olar ki, insan bugünkü gündə çox, necə deyim, hissiyat keçirir ki, belə bir tarixi gəlib bizim bugünkü günə çıxmışdır. İlk növbədə mən qonaqlara, iştirakçılara öz salamlarımı deyirəm. Bizim məclisimizdə qonaqlar iştirak edilir, hansı ki, Qaraçay Çerkesdən gəlmiş İlham müəllim, oradakı Azərbaycan diaspora təşkilatının sədridir, Mavini Akademi müəllimdir, bizim Yeşilçük nümayəndəsi Bakıya müəllimdir, bizim burada Ağsaqqallar Şurası sədri iştirak edən Xəlqi müəllimdir, Qadınlar Şuramızın sədri Fəsli xanımdır, Kəndlər Təşkilatımızın rəhbəri Seyfur müəllimdir, sonra bizim deməli, burada tələbələrimiz, ali məktəb tələbələri iştirak edir. Eyni zamanda Badar məktəbimizin bizim şagirdləri iştirak edir və diasporamızın regional nümayəndələri iştirak edir. Salam da bizim diasporanın deməli Milli Təhlükəsizlik Xidmətinin sədridir. Bizim diasporada o da bizim həmişə diasporanın işlərində fəal fəaliyyətindən iştirak edir. Azərbaycandan qonağımız gəlir, Cəlal müəllim Azərbaycandan gəlir, hal-hazırda bizi tədbirdə iştirak edir, regional nümayəndələrimiz iştirak edir və bugünkü məclis böyük bir tarixi şəxsiyyətin, hansı ki, Azərbaycan Respublikası üçün yox, Sovet dövründə Sovetlər və Rusiya ilə bağlı böyük fəaliyyəti olan bir dahi şəxsiyyətdir ki, Azərbaycanın fədakar və siyasətçi oğlu Heydər Əliyev Əlizaoğlu, demək olar ki, bugün onun anım günüdür, 10 may 1923-cü ildə Heydər Əliyev cənabları Naxçıvan şəhərində anadan olub dünyaya gəlib və bütün fəaliyyətləri ilə demək olar ki, 1944-cü ildən o bütün fəaliyyətin başlayaraq Azərbaycan SSR-də deməli QQB-nin sədri olaraq fəaliyyət göstərir. Eyni zamanda Mərkəzi Komitənin neçə illər katibi, birinci katibi olub və o Azərbaycanımızı öz bacarığı ilə, siyasəti ilə neçə illər 15 Respublikanın tərkibində birincilər sırasında Azərbaycan Respublikasını həmişə qeydiyyatında və birliyində saxlayıb, bütün respublikalara bunu nümunə olaraq göstərmişdir ki, Azərbaycan Respublikası həmişə birincilər sırasındadır. Hər bir zaman keçici bayraqları Azərbaycana verilmiş və demək olar ki, bizim ümumi liderimiz 2 dəfə sosialist əməyi qəhrəmanı adına layiq görülmüşdür. Eyni zamanda Moskvaya Sovetlər dövründə ümumi liderimiz demək olar ki, Sovetin üzvü və eyni zamanda SSR Nazirlər Sovetinin birinci mavini vəzifəsində işləyib və işlədiyi dövrdə demək olar ki, həqiqətən həm Sovet dövrünün, həm Rusiya əlaqəli, həm Azərbaycan üçün gördüyü fəaliyyətlər böyük nailiyyətlər təşkil edir və xalqlar tərəfindən vətənimizin hər bir yerində onun gördüyü fəaliyyətlər bugünkü gündə qeyd olunur və nəzərə çatdırılır. Bütün xarici dövlətlər də həmin bu işləri qiymətləndirirlər ki, belə bir siyasətçinin gördüyü iş bugünkü günəcə deyilir və əminəm ki, 100 illərlə də deyiləcəkdir. Heydər Əliyev ümumiyyətlə elə bir şəxsiyyət olub ki, bütün dünya xalqları tərəfindən, bütün dünya ölkələri rəhbəri tərəfindən sevilmiş və qiymətləndirilmişdir. Ümumi liderimiz demək olar ki, Nazirlər Sovetinin birinci mavini olan dövrdə Azərbaycan üçün çox qaydalı və mənalı işlər görür və Azərbaycanımızın deməli gələcəyi üçün əlindən gələn hər bir işi addımı ataraq Azərbaycan üçün böyük nailiyyətlər əldə etmişdir. Bugün demək olar ki, Heydər Əliyev Rusiya üçün də böyük işlər, böyük fəaliyyət görmüşdür. Sovet dövründə Baykal-Amur magistralının çəkilməsi həmin o yolun bütün tikinti işlərini özlərinə götürərək 15 Respublikasının içərisində addımı birinci ataraq həmin Baykal-Amur magistralının 24 kilometrlik yolu çəkərək Rusiya Federasiyası Sovet dövlətinə yəni bəxşeyiş edərək bütün Azərbaycanlılarımızın o
fəhlələr, Azərbaycan gəncləri həmin Baykal Amur magistralında öz fəaliyyətləri ilə Heydər Əliyevin təşəbbüsünü həyata keçirərək o yolun salınmasını həyata keçirilmişdir. Bugünkü gün bu yolun salınması təkcə bunu biz qeyd etmirik. Demək olar ki, yubiley dövründə Rusiya Federasiyasının Transport Nəqliyyat Naziri özü şəxsən qeyd elədi ki, Heydər Əliyev cənabları elə bir iş görmüşdür ki, Rusiya dövləti üçün indi o yolun Baykal Amur magistralının fundamentinin qoyulması o ümumi liderimizin tərəfindən olduğu üçün şəxsən bunu Nəqliyyat Naziri özü bu yaxında Heydər Əliyevin 100 illik yubileydə onu qeyd etmişdir. Eyni zamanda Valentina Matviyenko həmin öz çıxında Heydər Əliyevin qabaqcıl siyasətçi və dünya görüşü yüksək olduğunu deyərək və Azərbaycan xalqının, Azərbaycan dövlətinin irəli getməsində onun fəaliyyətini dəyərləndirərək çıxışında qeyd etmişdir ki, həqiqətən Heydər Əliyev siyasətçi olaraq dünya miqyasındakı atdığı adımlar Azərbaycanın çiçəklənməsi üçün gördüyü fəaliyyətlər bugünkü günəcəkdə davam edir. Eyni zamanda bizə məlumdur ki, Azərbaycan müstəqilliyinin əldə edilməsi bu günləri bizim ali demək olar ki, ümumi liderimizin tərəfindən həyata keçirildi və Azərbaycan müstəqilliyi əldə olundu. Həmin tarix hər ildə dünya Azərbaycanlılar tərəfindən qeyd olunur. Heydər Əliyev haqqında danışmaq saatlarla var. Çoxdur danışıb bunun gördüyü fəaliyyətlər. Bugün bizim üçüncü prezidenti, Azərbaycanın üçüncü prezidenti olub. Demək olar ki, prezident işlədiyi dövrlərdə də xalqla təmasda sadəliyi, insanpərvərliyi, dünya görüşü, siyasəti təsdiq edirdi ki, həmişə xalqın içində olub sadəlik göstərərək xalqla özünü birgə tutaraq, fəaliyyətlərini davam etdirmişdir. Ümumi liderimiz demək olar ki, Azərbaycan xalqının, Azərbaycanın çətin bir vaxtında hamıza məlumdur ki, naşı əllərə düşmüş Azərbaycan parçalanıb hissələrə bölünürdü. Lakin ümumi liderimizin gəlişi, Moskvadan onun ilk növbədə Naxçıvana gəlişi, Ali Sovetə sərdi seçilməsi oldu. Sonra Ali Sovetdən məlumdur ki, bizim Azərbaycan Respublikasının xalq tərəfindən dəvəti, o dəvəti qəbul edərək gəlib Azərbaycan Respublikasının prezidenti olaraq və gördüyü fəaliyyətlərlə Azərbaycanımızı o bəladan xilas etdi. Eyni zamanda atəşkəsi dayandırdı. Hamıza məlumdur ki, Qarabağ dövründə nə qədər bizim Azərbaycanlarımız orada həlak olmuşdur. O atəşkəs dayanandan sonra hər bir Azərbaycan iqtisadiyyatı, Azərbaycan potensialı inkişaf etməyə başlamışdır ümumi liderimiz tərəfindən. Bugünkü gün, yenə deyirəm, mən çox demək olar, bu çıxışımla çox danışa bilərəm Heydər Əliyev haqqında. Mən istəyirəm ki, bizim burada oturan nümayəndələrimiz də öz fikirlərini desin. Bugün bizim ümumi liderimiz elə bir tarix qoyub ki, elə bir həyat dövrü keçib ki, onu unutmaq mümkün deyil. Bugün 10 may onun 100 illik yubileyidir. Allah ona rəhmət eləsin. Mən ancaq belə başa düşürəm ki, bizim burada iştirak edən nümayəndələr də bilsin ki, Heydər Əliyev yaşayır, yaşayacaqdır. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Hamıza diqqətlə təşəkkür edirəm. Var olasınız. İndi biz söz verərək qonaqlar da sözünü deyər. Mən əminəm ki, Heydər Əliyev haqqında hamının deməyə sözü var və liderimiz haqqında hamının fikri var. Sadəcə, qısaca da olsa fikirlərinizi deyərsiniz. Bir film, sənədli film göstərilsin, ondan sonra mən çıxışlara qayıdırım inşallah. Diqqətlərə görə təşəkkür edirəm. Сегодня в Ставропольском доме дружбы прошло мероприятие, посвященное столетнему юбилею Гейдара Алиева Алирза Оглы, организованное президентом Азербайджанского национального культурного центра в Ставропольском крае Одлар Юрду Ярывым Фахраддином Сарафовичем. В мероприятии принимали участие почетные гости, председатель старейшин совета, председатель женского совета, председатель регионального отделения,
председатель молодежной организации, студенты вузов, ученики воскресной школы, ансамбль от организации «Одлар Юрду».